90-cı illərin uşaqlarının əsl hekayəsi. Diqqətlə dinlə. Bizim həyat oyunlarımız var idi. 7 şüşə, klas, bənövşə, səndə məndə, ortada qaldı. Bizim həyat hekayələrimiz var idi. Hər şey çox gözəl idi. Bizdə telefon deyilən bir şey olmazdı. Bizim sözümüz məktublara yazılardı. Biz məktublarla istədiyimiz birinə mesaj göndərərdik. Həyata düşmək üçün valideynindən icazə almaq yalvarışımız var idi bizim. Kiçik şeylərə sevinərdik məsələn. Hələ tum satan xalalar var idi. 10 qəpik verib bir nizami bütün kağızı doldurardı. Ala bu da artığı məndən sənə, həmişə məndən al deyən xalalarımız var idi. Tez böyüdük biraz. Nə tez keçdi illərimiz. Çox tez yaşa dolduq. Bizim həyat oyunlarımız, bizim günümüz valideynimizin tez evə gəl çağırışı ilə bitərdi. Bizi həyata icazə alan dostlarımız var idi. Biz o həyat oyunlarını oynayan, həvəslə oynayan son nəsilik. Biz o son nəsilik ki, kaset alıb, kasetə baxardıq. Hələ disk deyilən bir şey çıxmamışdı. Biz son nəsilik ki, istədiyimizi ala bilməzdik. Hər şey bizə yerli yerində idi. Biz son nəsilik. Məktəbdə bizə deyilirdi ki, qədrini bilin məktəbin, sonra gec olacaq. Həqiqətən biz heç nəyin qədrini bilmədik. Tez böyüdük elə bil, yaşımızdan tez. Yaşımızdan